Qızlarınıza loru dildə desək, taxta-tuxtadan əvvəl onlara bir diplom verək, təhsil verək. Bu qədər yəni başıma gələn hər hansı bir hadisə falan filan yaşadıklarımdan sonra mənim universitetə qəbul olmaq yəni şansım 50-yə 50 idi. Bildiklərimdən 50-yə 50 idi. Ona görə o sualı verdim ki, harda sözlüyün mən özümə güvənirdim. Güvən var. Bəli, əlbəttə ki, var idi. Çox güvənirdim. Yəni sadəcə diplomsuz bir insan idim də o. Və bunu tanıdığım hamı da mənə deyir ki, Maya xanım, sənin bir tək diplomun əksikdir. Vaxtı ikən yadınızdadırsa, Maya xanımın ASTV-də o müsahibəsi yayımlananda bütün ölkədə, ölkə xaricində rezonans doğurdu ki, yəni bir şəhid anası ermənilərlə qonşu yaşamağa hazırdır. Onu mən deməliydim. Onu əsas nəyi diqqətə çatdırmaq istəyirdiniz orada? Allah onları canı sağ eləsin. İnşallah işğaldan azad edilən torpaqları da qurub quracağı günlər qədər, illər qədər cənab prezidentə və xanımına, ailəsinə Allah ömür versin, sağlam ömür versin. Can sağlığı versin, elə sizlə bərabər. Elə sualım da onunla bağlı idi. Həmin o ölkənin birinci şəxsləri ilə görüşünüzdə nə hisslər keçirdiniz? Çox qürurluydu, çox. İndi də, hələ də, yəni rastıma çıxır, gəlir, mənə deyirlər ki, ara sıra videolar paylaşılır. Bəli, ara sıra videolarım paylaşılır, sağ olsun dostlar, tanışlar hamısı. Həqiqətən özü bir qürur vericidir onun. Çünki hər kəsə nəsib olmur. Sərkərdə ilə görüşmək hər kəsə nəsib olmur, həqiqətən. Çox qürur vericiydi. Və elə bir sərkərdənin çətiri altında sizin oğlunuz döyüşüb və Qarabağı işğaldan azad